Hər vaxtınız xeyir, kanalımıza xoş gəldiniz. Bugün kanalımızda müxtəlif göyərtilərdən dadlı, ləzzətli kükü hazırlayacağım. Kükünü hazırlamaq üçün keşniş, şüyüd, nanə götürmüşəm. Göyərtini bu qaydada doğrayıram. Qeyd edim ki, əgər evdə yarpız varsa, mütləq kükün içərisinə yarpız da əlavə edin. Yarpız küküyə çox gözəl dad verir. Göyərtini qabın içərisinə əlavə edirəm. Bir dəstə göy soğanı da xırda-xırda doğrayıram. Soğanı da göyərtinin üzərinə əlavə etdikdən sonra üzərinə duz, iod, bir dolu yemək qaşığı da un əlavə edirəm. 4 ədəd yumurtanı mikserlə azacıq çalıram. Yumurtanı da göyərtinin üzərinə əlavə edib qarışdırıram. Yumurtanın miqdarı az olarsa, yenidən üzərinə əlavə yumurta əlavə etmək olar. Sonda azacıq da çəngəllə qarışdırıram. Tavanın içərisinə biraz duru yağ, biraz da kərə yağı əlavə edirəm. Yeməyi ancaq kərə yağı, ancaq duru yağla da bişirmək olar. İsti yağın içərisinə göyərtili qarışımı əlavə edib hər tərəfinə yayıram. Qazın orta temperaturunda bişirirəm. Qapağı bağlı şəkildə və yaxud da açıq şəkildə bişirə bilərsiniz. Bir üzü pişdikdən sonra hissələrə bölüb digər üzünə çevirəcəm. Kükünün bir üzü azacıq pişdikdə bu cür hissələrə bölürəm. Alt üzü qızardıqda digər üzünə çevirib qızardıram. Hər iki üzü tam pişdikdən sonra ocaqdan götürürəm. Gördüyünüz kimi kükü yeməyi hazırdır. Bol vitaminli, ləzzətli, dadlı bir yeməkdir. Hazırlamağa dəyər, yayın ən ləzzətli, dadlı yeməklərindən biridir. Hazırlayacaq olanlara nuş olsun.